Salam əziz dostlar, necəsiniz? Mən bugün ablamla axır ki sizə video çəkdim. Gözəl güllərimin yanındayam. Hamısı gözəl çiçəkliyir. Belə gözəlliklərin sərgiliyirlər. Mən də bunlara tamaşa eləyirəm, həm də sizin üçün video çəkirəm. Bu gözəl çiçəklərin biraz xarab olanları da var belə. Amma çox ən gözəl verimli vaxtlarındadılar. Çox qəşəng çiçək açıblar. Biraz yağış, külək, neçə vaxtı bilirsiniz. Bütün Azərbaycanda var, bizdə də olubdur. Mən gəldim ki, güllərim çox dəhşət günə salıbdır. İndi biraz toparlanıb. Belə gözəl çiçəklərin göstərir artıq bizə çiçəklərimiz. Hamısı qəşəng öz formasındadır. Həm düyməsi boldur, həm çiçəyi boldur. Çox yaxşı bir haldadır. Bu da mənim belə ceyran gözüm. Görürsünüz. Marganis rəngi açanımdır. Çox gözəldir. İndi həm də külək əsir. Biraz küləkdən zəhləm qaçır. Belə ki, Allah ağır getməsin. Güllərimiz çiçəkləməyə başlayanda da ya yağışa düşər, ya küləyə düşər. İkisindən biri olur mütləq. Xarab olur. Onda da gülümüz elə bir tez xarab olur. Ömrü gödək olur. Elə gülümüz var ki, onu bir il gözləyirik ki, bu çiçəkliyəsin, gəlir, məsələn, xarab olur. Ona görə onda biraz dilxor oluram. İstəmirəm elə çiçəklər olsun. Bunu belə qırdım. Çünki ortası çox xarab olur. Bunları qırım, əlavə yük olmasın çiçəyimə. Bunu stəkanda suya qoyaram. Belə gözəl çiçəklərin göstərir. Hamısı qəşəkdir. İndi bu dəqiqə geranların, sardunyaların ən gözəl, möhtəşəm dövrüdür. Çünki bunlar indi çiçəklənmək dövründədirlər. Ancaq çiçəklənmək üçün can atırlar. Çünki bir ildir bir belə göstərişli çiçəkləri olmur bunların. Ona görə ki, bunlar qışda biraz dincəlməyə çəkilirlər. Bir də yayda 2 ay, iyun-iyul ayları bunlar dincəlməyə qalxır. Ondan sonra da belə gözəl çiçəklər verir bizə. Bu da kalanşondur. Kalanşon da artıq açmağa başlayıb. Belə, əziz dostlarım, sizlə dünən yol gələrkən bir dənə qadın marşrutdaydı. Mən marşrutla gedib gəlirəm Bakıya gedəndə. İnanırsınız əziz dostlar, o qadın məni o qədər belə, nətər deyim, düzdür, mənə bir şey eləmədi, amma onun hərəkətləri, onun qadına yaraşmayan hərəkətləri, ictimai yerlərdə özünü apara bilmədiyi hərəkətləri məni çox düşündürdü. Dedim, bunun anası, belə analar qızlarına tərbiyə verməlidirlər. Düzdür, mənlə bir əlaqəsi olmadı, amma ki, onun bir qazel insanların içində özünü apara bilməməyi məni heyrətləndirdi. Çox belə, nətər deyim, buradan bunu danışmağımın səbəbi odur ki, əziz dostlarım, qız uşağı yetişdirərkən, ümumiyyətcə övlad yetişdirərkən onun gözəlliyinə yox, onun mədəniyyətinə, mərifətinə çox diqqət edin, çox. Çünki indi, necə deyim ki, mən ifadəmi necə sizə çatdırım ki, insanları da qırmaq istəmirəm, amma bəzən uşaqlara tərbiyə vermək lazımdır. Düzdür, o uşaq deyil idi, onun artıq 3-4 yaşında özünün uşağı var idi. Amma özünü heç apara bilmirdi. Yoldaşı ilə danışığı, yoldaşı ilə hərəkətləri, ağzında saqqızı şataşat çiynəməyi, çimişqanı çıtlamağı filan belə çox qıcıq oldum. Düzdür, özünə bir söz demədim, amma baxdım ki, gözü çox gözəl, full kosmetikada, hər şeyi gözəl, amma heyif ki, tərbiyəsi yox idi. Bilmirəm, mən çox pis oldum elə qızı görməyimə. Görərsən, gördüm gözəlliyinə heyran oldum, amma tərbiyəsi məni çox pis heyrətləndirdi, özünü apara bilmədi. İctimai nəqliyyatlarda ümumiyyətcə davranışlarımıza fikir verməliyik. Çünki orada bir qazel insan, hamı o maşında 3-4 saat mı, 5 saat mı o yolu bir gedirik. Ona görə də biz heç kimi narahat eləməməliyik. Hərəkətlərimizlə, danışığımızla,
yoldaşına müraciəti belə məni heyrətləndirdi. Yoldaşının ona qarşı hərəkətləri belə, necə deyim, özlərini sanki bir diskoda hesab eləyirdilər, yoxsa evdəmi çox sərbəst hesab eləyirdilər, bilmədim. Fikirləşdim ki, mən burada video bir də evdə gedəndə çəkəndə bu barədə danışacağım. İndi məni çox izləyən qadınlarımız var. Artıq 2000-ə yaxın izləyicimiz olubdu. Hər birinizə təşəkkür edirəm. Baxan, izləyən, bəyənən hər biriniz var olasınız. Yəni buradan bunu deməkdə məqsədim budur ki, əziz dostlarım, evdən uşaq böyüdərkən uşaqlarınızın tərbiyəsi ilə çox məşğul olun. Geyinib bəzənməklə deyil, insan cəmiyyət içinə çıxarkən özü evin nümayiş elətdirir. İndi düzdür, o uşaq deyil, özünün 4-5 yaşında yanında bir dənə də oğlu var idi. Amma həqiqi mənada məni çox sinir elədi, qıcıq elədi, elə hərəkətlər mən xoşlamıram. Cəmiyyət içində bir-birimizə hörmət eləməliyik, tanımasaq da, bilməsək də çalışıb özümüzü biraz da olsa basmalıyıq ki, evimizdə nə gic-gic hərəkətlər eləyərik, danışarıq. O bizim evimizdədir, evimizi heç kim bilmir. Amma cəmiyyət içində uşağa tapşırmaq lazımdır ki, özünü aparmağı bil. Sənin yanında oğlun var, məsələn. O oğlun səndən nə tərbiyə götürsün? Bəzən elə uşaqlar, elə valideynlərin uşaqlarına yazığım gəlir. Çünki onlar heyf ki, elə analar, ataları o övladlara baxır. Belə sizə onu paylaşmaqda məqsədim budur ki, uşaqlarınızı həmişə tərbiyəli, layiqli, vətənə, millətə layiqli övlad yetişdirmək lazımdır. Ki onu baxdıqca hər kəs heyran olsun, yoxsa diksinməsin. Bir gözəl bəzənmişdi, baxırsan gözəl bəzənib, giyinib, çox qəşəng, amma heyf ki, tərbiyəsinin oldaydı. Anası da onunla qarşı-qarşıya oturub simişka çıtlayırdı. Yəni anası da demirdi ki, bir özünü yığışdı, hərəkətlərinə fikir ver. Burada səndən başqa da 12 nəfər var. Belə, bilmirəm, bunu sizə danışmağım düzgün oldu, düzgün olmadı, amma bunu sizə deməkdə məqsədim odur ki, uşaqlarınızı düzgün yetişdirin, düzgün tərbiyə eləyin. Görün, cəmaat onlara baxarkən diksinməsin. Sizə həmişə desinlər ki, halal olsun ona, böyüdən anıya. Belə sözlər deyilsin həmişə. Nəysə, bu mövzudan çıxım. Belə, yəni bunu sizə o məqsədlə dedim ki, övladlarınızın tərbiyəsi ilə daha da yaxşı məşğul olmaq lazımdır. Heyfdir gənclərimizə, heyfdir o uşaqlara. Bir adam ki, yoldaşı söz deyir ki, qafazı vuraram təpənə filan. Bundan nə gözləmək olar? Ümumiyyətcə elə bir şey yarana ki, elə ailələrdən övladlar alına. Çünki onlardan yetişən övlad da onların bir tayı olur. Yəni onun artığı olmur. Belə çox danışıb başınızı ağrıtdım. İndi düşündüm ki, bunu mən sizə deməyim. Sizin üçün də bir ibrətlik olar ki, yəni uşaqlara həmişə fikir vermək lazımdır. Uşaqları cəmiyyətə, millətə yararlı bir övlad kimi yetişdirmək lazımdır. Yararsız övlad lazım deyil. Belə çıxışım biraz bəlkə də sizi yorar, amma inanın ki, o məni çox pis heyrətləndirdi. Biraz da çiçəklərimlə bəhs edeyim. Çiçəklərim də belə, bunu bu təzə buduyu vermişəm, ağ olanımdır. Çiçəyimdədir. Digər xırdalar da bura yığmışıq, çünki yağış yağıb, elə hamısının dibi su, sel. Bəzisinin dibi bax belə, çox su seldi. Ona görə bura yığmışam ki, havalar düzələndən sonra yeni təkrar həyata çıxardacağım bunları. Bu da kalanşımdır, açıqdır. Geranlarımın da xarab olanlarım elə qırmışam. Bu da yeni. Çiçəklərim də biraz yağış yağan kimi tez xarab olur. Bu gözəlimdə açıq. Bunun çiçəyinin böyüklüyünü görürsünüz də. Nə boyda böyük çiçəkli gerandı bu. Böyük çiçəkləri var. Çox qəşəngdir. Bu da mənim nar çiçəyi rəngdə olanımdır.
Hamısı yaxşıdır, çiçəkləyirlər. Keyfləri də yaxşıdır. Biraz yağış xarab eləyibdi ləçəklərin. Bunlar da belə qırım ki, bunlar yenidən pöhrələrə güc versinlər. Bu da mənim 2 rəhli olan kalanşomdur. Belə geranımdır. Qəşəkdir bu da. Onun artmışdım. Yine külək başladı. Yine. Neyse bu illerin bir yaz bir gelmir. Yani ancak kış geçir, soğuk, yağış. Bir diğer narıncı renkte olanın bodurdu, bu da ancaq çiçək açır. Elə keçən ildən bu boydadır, bundan artıq yekəlməyib hələ ki. Bütün nar çiçəyi renkdir. Bu da bodurumdur. Biraz yağış xarab eləyibdi. Amma ki yaxşıdır. Yerdə qışda qalan geranımdır. Rozlu renkdə açır mənə elə gəlir. Bu heç xarab olmur. Neçə ildir buradadır. Bu da ortancamdır. Burada da bir dənə mənim yerdə açan rozlu renkdə olan geranımdır. Elə bu bəlkə də 3-4 ildir buradadır. Həm çiçək açır, həm qışda gedir, amma yazda yeni pöhrələrlə öz-özünü təzələyir. Bu mənim bu geranımdandır. Bu qatdakı geranımdandır. Belə yerdə olanda gec inkişaf edir. Görürsünüz ki, o özünü ancaq bərpa eləməklə məşğuldur. Amma qavdakı qorunaqlı yerdə olur deyə qavdakı yaxşıdır. Üzə bir neçə çiçək açıbdır, solubdur, təkrar açır. Belə qəşəng bir növdədir. Belə gözəllərim. Sizlə biraz video çəkib dərdləşmək istədim. Əziz dostlarım, kanalıma abone olmayanlar abone olsun. Beğenin. Güzel sözlerinizden yazırsınız. Çok sağ olun. Ben de size çalıştığım kadar cevap vermeye üstünlük verirəm. Belə, bu da mənim bənövşəmdir. Belə toxum kapsulları yaranıbdır. İndi bilmirəm bunlar nətər hava kırmaq lazımdır. Yəqin ki saralandan sonra kırmaq lazımdır. Belə kapsullar yaradıb. İnşallah ki onun toxumundan artıraram. Belə qəşəng görkəmi var. Çox qəşəngdir. Bəzi kapsulları var. İnsanlar da quruyandan sonra seyrəyəcəm. Buradan da belə bu gözəlimi də çəkim. Görürsünüz ne güzel çiçəkləyib. Şimdi bunu çəkilişdən sonra mən götürüb biraz aşağı yerlərə qoyacağım. Çünkü külək başladı. Başlayıb bunun hamısını ləçəklərini tökəcək. Ona görə də bunu biraz qorunaqlı yerə qoyacağım ki ləçəkləri tökülməsin. Belə əziz dostlarım, buradan da sizinlə sağollaşıram. Yeni videolarda inşallah ki görüşərik. Allah'a emanet olun.